1918-ci il martın 30-undan aprelin 3-nə qədər bu soyqırım baş verib. Bakı Soveti və Daşnak sütundan olan ermənilər vasitəsilə Azərbaycanlılar qətlə yetirilib kütləvi şəkildə. Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Naxçıvanda, Zəngəzurda, Lənkəranda, bir çox bölgələrdə bu qırğınlar törədilib. 11.000 adam, mən qeyd elədim, 11.000 adam təkcə Bakıda qətlə yetiriblər. Şamaxı haqqında mən oxuyurdum, 13 dənə məhəllə məscidini od vurub yandırıblar. Məşhur indi Cümə məscidi var, indi təmir olundu, çox qədim məsciddir axı. Onun yanmış vəziyyətdə mən şəkillərini görmüşəm ki, o məsciddə axundu, həmin o məscidin axundunu olmazın işgəncələrlə qətlə yetiriblər. Yəni gözünü çıxardıblar, burnunu kəsiblər o axundun və